Bax, görün mən həm boyanı burada işləyəcəm, 2 dənəsini birdən işləyəcəm. Deməli, bax bunu folqaya yığacağam. Keçən dəfə də bizə sual vermişlər, onun saç yanmayacaq. Bəs ikisini eyni vaxt işləyəndə yox, yanmayacaq. Deməli, mən bunu eləyib, yerdə qalan tüklərin hamısına boya qoyacağım. Bura qədər asmağa ehtiyac yoxdur da, bura dip boyası qoyasınız. Bəli, dip boyası qoyacağım mən. Xanımın saçı tak açıqda, prosta xanımın saçında biraz neçə dənə rəng işləyib, yəni özü deyil, rəng qoymuşam ev üsulunda. Dip boyasına baxanda necə biz təyin edə bilirik ki, bunun rəngini nə rəng qoymalıyıq? Neçənci səviyyədə biz buna baxırıq. Məsəl üçün, bax, gəl bax, saçın dip boyası neçənci səviyyədədir. Sən bax və mənə onu da görün. Neçə qoya bilərsən və bir də ki, qızlar, kraskadan da asılıdır. Bəzi kraskalar qızartıya meyilli olur. Bəziləri saçda yaşıllıq gətirir. Ana rənginə də qoyanda fikir verin, bəzi boyalarda yaşıllığa daha da meyilli olur. Çünki 7 ilə olar bəli qoymaq. Daşı 8 ilə də qoya bilərik. Baxır kraskadan. Məsəl üçün, mən bu xanıma qoyacağım, hardasa 8-ci səviyyələrdə. Niyə qoyacağım? Çünki bizim 8-ci səviyyəmiz bunu həm qızarmağa qoymayacaq. Düzdür, öz ana tonu çox tündür. Ona qızartı verməyəcək 8-ci səviyyələrdə qoyanda. Daha da elə bir rəng olacaq ki, keçidləri düzgün gəlsin. Çox da tündləşdirmək də istəmirik də saçı.